Mənim oğlum xəstələnmişdi. Nədən xəstələnmişdi? Özümə də sual verirəm. Nervdən, stres keçirtməklə ağır vəziyyətdə idi. Xəstəxanada yatdı, amma xeyrini görmədik həqiqətən. TikTokda Faiq müəllimin danışığını gördüm və o gündən getdim həmin kampaniya Global Trend kampaniyasında həmin məhsullardan götürdüm. Bu məhsullardan qəbul elədi və xeyrini gördük. Ona görə də mən Global Trend kampaniyasına öz təşəkkürümü bildirirəm. Çox razıyam. Oğlum yeriyə bilmirdi, otura bilmirdi, danışa bilmirdi. Bu məhsulların sayəsində oğlum onların hamısını geridə qoydu. Ona görə də mən təşəkkür edirəm Qazaxıstandan gələn qonaqlarınıza da, Faiq müəllimin sayəsində mən bu təşkilatı tanıdım. Ona görə də bir daha təşəkkürümü bildirirəm. Вот такой вот шикарный результат с города Баку.